Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, yaxın vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədinin daha bir hissəsində demarkasiya prosesi aparılacaq. O, söhbətin sərhədin hansı hissəsindən getdiyini açıqlamayıb. Bəs bu açıqlama sərhəddə real irəliləyişdən xəbər verir? Sözügedən məsələ ilə bağlı Today Press TV-yə danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki, sərhədlərin dəqiqləşdirilməsi sülhün əsas şərtidir. Stat: Sözsüz ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi öz aktuallığını saxlayır. Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildikdən sonra məhz dayanıqlı sülhün əsas şərtlərindən biri kimi sərhədlərin dəqiqləşdirilməsi məsələsi irəli sürülür. Statın sonu. Ekspert qeyd edib ki, proses vaxt tələb etsə də tərəflər mütəmadi danışıqlar aparır. Onun sözlərinə görə hazırda demarkasiyanın konkret olaraq hansı istiqamətdə aparılacağı dəqiq bilinmir. Çünki vaxtilə mövcud olan inzibati sərhədlər beynəlxalq sərhədlərlə tam üst-üstə düşməyə bilər. Məhz bu səbəbdən prosesin hüquqi və texniki baxımdan dəqiqləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Elşad Mirbəşiroğlu sonda əlavə edib ki, detallar qeyri-müəyyən olsa da demarkasiyanın davamı sülh üçün vacib və müsbət addımdır. Jalə Rövşən, Namiq Abbasov, Today Press TV.